Salam, bilirsiniz, hamımız daha çox şeyə nail olmaq, daha çox iş görmək istəyirik. Amma reallıq budur ki, günün sonunda vaxtımız da, resurslarımız da məhduddur. Yaxşı, bəs bunun sirri nədədir? Cavab əslində hamımızın eşitdiyi, amma bəlkə də tam dərinliyinə varmadığımız bir sözdədir. Səmərəlilik. Yox, bu sadəcə dəbdə olan bir biznes termini deyil. Bu, bugünkü rəqabətli dünyada demək olar ki, bir sağ qalma vasitəsidir. Gəlin, elə indi daha azla daha çox nəticə əldə etmək yollarını birlikdə açaq. Ah, bu mənzərə. Yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? O daimi təzyiq hissi, daha çox iş gör, daha yüksək nəticə göstər, amma həmişəki kimi daha az resursla. Elə bir heç vaxt bitməyən bir qaçışdır. Və bu sadəcə bir hissiyat deyil, dostlar. Bu, müasir biznesin soyuq, sərt reallığıdır. Bir anlıq düşünün. Tərəzinin bir gözündə gözləntilər dayanmadan artır, digər gözündə isə pul, vaxt, işçi qüvvəsi kimi qiymətli resurslar azalır. Belə bir vəziyyətdə tarazlığı necə saxlamaq olar? Bax, bu, bizim bugün cavabını tapmağa çalışdığımız əsas sualdır. Yaxşı, bəs bu daimi təzyiqdən bir çıxış yolu varmı? Əlbəttə var və cavab bircə sözdə gizlənir – səmərəlilik. İndi gəlin bu çox işlənən, amma bəzən də biraz yanlış anlaşılan konsepsiyanın dərinliyinə enək və görək bu əslində nə deməkdir. Baxın, tərifin bu qədər sadə olması sizi aldatmasın. Çünki bunun arxasında çox güclü bir fikir dayanır. Səmərəlilik əslində əlimizdə olanlardan maksimum fayda çıxarmaq sənətidir. Ən əsası isə, unutmayın, bu daha çox işləmək demək deyil, qətiyyən. Bu, daha ağıllı işləmək deməkdir. Və bax, bu sitatın vurğuladığı əsas məqam da elə budur. Səmərəlilik prinsipləri universaldır. Həqiqətən də fərqi yoxdur. İstər balaca bir ofisi idarə edin, istərsə də kosmik raket istehsal edin. Bu qaydalar istənilən işə, istənilən əməliyyata tətbiq oluna bilər. Məhz buna görə də bu mövzu hamısı üçün bu qədər vacibdir. Yaxşı, bəs səmərəliliyə necə nail olacağıq? Hər şey çox fundamental bir prinsipə gəlib dayanır. Dəyər və israf arasındakı fərqi anlamaq. Bunu səmərəlilik qalasının təməl daşı kimi düşünə bilərsiniz. Bəli, məhz belə. Mükəmməl bir prosesdə atılan hər bir addım, görülən hər bir iş, yekun məhsula və ya xidmətə mütləq bir dəyər qatmalıdır. Əgər hər hansı bir addım dəyər qatmırsa, deməli o, potensial israfdır. Bu qədər sadə. Gəlin belə edək. Gündəlik bütün fəaliyyətlərinizi iki sadə qrupa ayırmaqla başlaya bilərsiniz. Birinci qrup. Müştərinin pul ödəməyə hazır olduğu, yəni əlavə dəyər yaradan işlər. İkinci qrup isə dəyər yaratmayan hər şey, yəni israf. Və burada çox amansız bir reallıq var. Müştəri israfa görə pul ödəmir. Əgər müştəri buna bir qəpik də vermirsə, deməli bu sadəcə və sadəcə resurs itkisidir və dərhal aradan qaldırılmalıdır. Və israfı, yəni o dəyər yaratmayan fəaliyyətləri aradan qaldırmayanda, nəticə, bax bu olur. Səmərəsizlik biznesin performansını bir yük kimi aşağı çəkir, xərcləri şişirdir və rəqabət qabiliyyətini yavaş-yavaş məhv edir. Yaxşı, nəzəriyyə aydındır. Dəyər yaradanı saxla, israfı yox elə. Gəlin görək, bunu real iş həyatında, təcrübədə necə tətbiq edəcəyik? Məlum olur ki, bu prinsip bizim artıq az-çox bildiyimiz bir çox vacib biznes bacarıqları ilə birbaşa əlaqəlidir. Gəlin indi o əlaqələrə birlikdə baxaq. Burada çox vacib bir məqam var. Səmərəlilik tək başına bir hədəf deyil, əslində bir nəticədir. Necə? Məhsuldarlığı artırmaqla, işləri düzgün həvalə etməklə və komandanın performansını yüksəltməklə, bax, bütün bu elementlər bir araya gələrək səmərəlilik adlanan o böyük mənzərəni yaradır. Bunlar isə artıq çox konkret, praktik nümunələrdir. İsrafı harada axtarmaq lazımdır? Məsələn, zayi məhsullarda. Bu, birbaşa zibil qutusuna gedən pul deməkdir. Prosesi yavaşladan o dar keçidlərdə, həddindən artıq çox yığılmış ehtiyatlarda, hətta ünsiyyətə mane olan səmərəsiz ofis planlanmasında belə israf gizlənə bilər. Bu sahələrin hər birində edilən kiçik bir təkmilləşmə belə, inanın, böyük fərq yarada bilər. Amma burada çox vacib bir məqamı qeyd etməliyik. Səmərəliliyə nail olmaq bir dəfə görüb bitiriləcək bir layihə deyil. Bu, davamlı bir prosesdir, bir düşüncə tərzidir. Bax, bu sitat davamlı təkmilləşmə fəlsəfəsini mükəmməl şəkildə izah edir. Hədəf bir anda inqilab eləmək deyil. Hədəf hər gün bir əvvəlki gündən bir, az, heç olmasa biraz daha yaxşı olmaqdır. Bu kiçik, addım-addım irəliləyişlər zamanla yığılıb möhtəşəm nəticələrə gətirib çıxarır.
Beləliklə, yadda saxlayaq, səmərəlilik bir finiş xətti yox, davamlı bir səyahətdir. Bu, hər gün özümüzdən və komandamızdan yaxşı, bəs bunu daha yaxşı necə edə bilərik, deyə soruşmaq vərdişidir. Və bu izahımızı son bir sualla yekunlaşdırmaq istəyirəm. İndi bir anlıq öz iş proseslərinizi düşünün. Əlavə dəyər yaratmayan, boş-boşuna vaxtınızı və enerjinizi aparan hansı fəaliyyət var? Bugün, elə bu dəqiqə aradan qaldıracağınız ilk israf nə olacaq? Cavab elə indi, ilk addımı atmaqdadır.